Sən də yer üzünə nə üçün gəldiyini bilmirsənsə, deməli bu məktub sənin üçündür. Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Səni nur olaraq yaratmışam. Ağlın bədəninin çırağıdır. Çıraq su ilə işləmir. Çıraq üçün yağ lazımdır. Həm də daimi nəzarət olunmalıdır. Çünki əgər yağ bitərsə, çıraq sönə bilər və hər tərəf qaranlığa qərq olar. Xatırlayırsanmı Şamiyeli? O gecələr mənim məbədimdə keşik çəkirdi ki, çıraq sönməsin. Əzizim, çıraq sənin ağlını, məbəd isə bədənini təmsil edir. Mən sənin qəlbində məskən salmaq istəyirəm. Amma sənin bədənin qaranlıq olarsa, mən ora girə bilmərəm. Çünki mən qaranlıqda məskən salmıram. Sən bugün çırağa nəzarət etməlisən. Yəni, öz ağlına nəzarət et. Yağ mənim kəlamlarım və mənim təlimimdir. Əgər bunlara bağlı qalsan və daimi məndən qidalansan, sənin çırağın əsla sönməyəcək. Sənin ağlın nur kimi parlayacaq və bədəninə, ətrafına işıq saçacaq. Sən dünyanın duzusan. Bilirsənmi? Duz keçmiş zamanlarda məhsulları xarab olmaqdan qorumaq üçün istifadə olunurdu. Sən bugün insanları məhv olmaqdan qorumaq üçün göndərilən duzsan. Əgər duz dadını itirərsə, o zaman adi torpaqdan fərqlənməz. Sən də öz dadını itirərsənsə, sən də başqalarından fərqlənməzsən. Sənin dadın isə mənim qayda və hökmlərimdir. Onlar olmadan sənin də dadın olmaz. İndi özünün nə üçün yaradıldığını hələ də axtarırsansa, gəl birlikdə dua edək. Ya Rəbb, mənim ağlımı sənin nurunla işıqlandır. Qəlbimə sənin kəlamına olan susuzluq ver. Çırağım daim yanmaq üçün sənin yağınla dolu olsun. Mənim bədənim sənin məbədindir. Onu pak saxla. Məni duz kimi təsirli et. Dadımı itirməyimə qoyma. Ətrafıma sənin nurunu yaymaqda məni daim ayıq və sadiq et. Amin.